Mərdəkana 2 dənə 2 ton 700 litrlik çənlərimizi gətirdik. Ev sahibi 5 ton 400 litr su çəni əldə elədi. Temudan da bir paplavok sifariş eləmişdik. Onu da quraşdırdıq. Birinci dəfə idi quraşdırdıq o paplavoku. Bu çəni də plastik çənin içində su olduğu üçün burada su gəlmirdi. Evdə su yox idi. O yüzden plastik çənin içindəki suyu ev yəsi xahiş elədi ki, biz dolduraq öz çənlərimizə. Plastik çənin içindəki suyu doldurduq bir çənimizə və plastik çəni öz yerindən çıxartdıq. Sonra öz çənimizin birini apardıq, qoyduq plastik çənin yerinə və içində dolmuş olan bizim çənimizdən o plastik çənin yerində dayanan təzə çənimizə, Nerjaveka çənimizi başladıq doldurmağa. Sonra gəldilər, axşam idi, plastik çəni götürdülər, apardılar. Biz də öz işimizi 10 il rəsmi zəmanətlə təhvil verdik. Çənlərimizi quraşdırdıq ikisini bör-börə. Bir-birinə altdan qablar qanunu ilə keçid verdik. Bir çən o biri çəni dolduracaq və belə bir ölçüdə qoyduq ki, bilsinlər ki, çənlərimizin içində nə qədər su var. Xeyirli olsun. Siz də xeyirli, salamat, uzun ömürlü, problemsiz, göbələksiz çən istəyirsiniz.